Salam, hər vaxtınız xeyir olsun, hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də. AFFA U12 Liqası Inter Uşaq İdman Klubu Araz Binə görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda Araz Binə göstərib. Onların heyəti bu cürdür. Qapıda 1 nömrə Şahin Şahbazlı, 2 Saday Cəfərov, 4 Turan Niftəliyev, 9 Nadir Cəfərzadə, 10 Məhəmməd Nəbiyev, 11 Kənan Şamiyev, 14 Məhəmməd Orucov, 15 Əbilfəz Paşazadə, 22 Kapitan Hüseyin Məmmədov. Komandanın baş məşqçisi Əli Məmmədovdur. Digər futbolçuları sizə təqdim edirəm. 12 qapıcı Hüseyin Qurbanov, 13 Əli Quliyev, 16 Əli Səmədzadə. Hörmətli futbol azarkeşləri, indi isə Inter komandasının heyəti qapıda 1 nömrə Kənan Babayev, 4 kapitan İlham Musayev, 7 Ümid İbrahimov, 17 Vüsal Quluzadə, 19 Təbriz İsmailzadə, 18 Nurlan Şammədli, 18 nömrə futbolçunu dedim, 21 Zaur Cabbarlı, 28 Yusif Əhmədli, 77 Yusif Qasımov. Komandanın baş məşqçisi Mehdi Rəsulovdur. Araz Binə hücum qurmağa çalışırdı, amma yox, bəli, hakim yanlıq meydançanın digər səsinə keçirilən oyunun fiti də bir qədər bizi çaşdırdı. Interin digər oyuncuları 8 Cəmil Bəkirov, 10 Mehdi Xəlilov, 6 Ömər Nuri, 14 Tunar Qurbanov, 9 Timur Qəhrəmanov, 11 Toğrul İsrafilov, 15 Muhsin Aslan. Inter hücum qurmağa çalışırdı, qapıcı Kənan solda oynuyor. Oyunu idarə edən hakimləri sizə təqdim edim. Ramil Namazov, Vüsal Balaşovdur. Soldan Inter hücum qurmağa çalışırdı. Saday topu uzaqlaşdırır gün zərbəsi ilə. Inter hücumunu davam etdirəcək. Səhv etmirəmsə Vüsal 17 nömrəli oyuncu topu yerlə içəriyə doğru ötürmə, Turan uzaqlaşdırır. Outdan az önce Hüseyin idi gün zərbəsini yerinə yetirən. Şortikində 17 nömrə yazılması bir qədər məni çaşdırıb. Binə komandası sağdan indi qayda pozulur. Kənan topu oyuna daxil edəcək. İləriyə doğru ötürmə izləri 19 nömrəli oyuncu Təbriz və bu dəfə də Saday topu uzaqlaşdırır. Araz Binənin 2 nömrəli oyuncusu gün zərbəsini, daha doğrusu outdan Araz Binə topu oyuna daxil edir. Muhammed və 9 nömrəli oyuncu Nadir yerdə qalır. Hakim isə penalti nöqtəsini göstərir. Araz Binə hesab açmaq üçün gözəl bir imkan qazanıb. Penaltini görək kim yerinə yetirəcək? 22 nömrə Hüseyin Məmmədov, komandanın kapitanı. Hakim bütün oyuncuları və indi zərbəyə çağıracaq. Qapıya zərbə, top qapıdadır. Hüseyin Məmmədov penaltini dəqiq yerinə yetirərək hesabı açır. İkinciden zərbə ilə Inter topu oyuna daxil edəcək. İlhamdan qapıya daha bir zərbə və top qapıdadır.
bərabərlik qolunu vurur. Inter 28 nömrə Yusuf Əhmədli. Tablodakı birləri bərabərləşdirir. Kənan Babayev. Hörmətli futbol azarkeşləri qeyd edir ki, Gol TV'də bu oyundan əvvəl Neftçi ilk Araz Bakı oyunu da sizlərə təqdim olunur Yusifdən. Allahcı hərəkətdə keçdi rəqiblərin qapıya zərbə. 28 nömrə özünün və komandasının ikinci qoluna imza atır. Yusif'in qolunu izləyirik. Zaur, ayın, İbrahim. Yusuf, basladı, Yusuf. 12 nömrə qapıcı Araz binənin qapısındadır. Hüseyin Qurbanov. Turan keçdi rəqibini. Qapıya zərbə qapıcı Kənan. Topu dərhal oyuna daxil edir. Ötürmə kapitan İlham istiqamətini İlham. Qapıcı ilə çıxdı İlham qapıcını da keçdi. Daha bir gol vurulur. Inter. Kənan topu oyuna daxil etdi. Daha sonra Yusif bu epizodda məhsullar ötürməli həyatda qaldı. Bu qolun təkrarını bir daha izləmək istərdik. Kənan Babayev topu qüvvətli zərbə ilə irəli vurur. Yusif kiçik bir toxunuş edir. İlham komandanın kapitanı 4 nömrəli oyuncu qapıcını da keçir və bu cür gol vurur. Bəli. Hüseyin Məmmədov. Güncdən zərbə ilə top oyuna daxil edir. Turandan zərbə qapıcı Kənan. Topu tutur. Inter. Onlar outdan. Yox, hakim ilk hissənin başa çatdığını bildirir. Hörmətli futbol azarkeşləri qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşlər, artıq ikinci hissə başladı. İlk hissədə vurulan qollara bir daha hissə təqdim edirəm. Əvvəlcə Araz binənin heyətində Hüseyin hesabatçı, daha sonra Yusif bərabərlik qolu vurdu. Az sonra Yusuf özünün və komandasının ikinci qolunu vurdu. Üçüncü qol isə İlhamdan gəldi. İlhamın qolu ilə Inter 2 top fərqi ilə hesabda öndədir. Araz binə hesabı açsa da sonradan Inter 3 gol vuraraq hesabı öz xeyrini dəyişməyə bacarıb. Təhlükəli bir zərbə, nadir buraxılan qollardan birinə əvəzini çıxmağa çalışırdı. Yusifdən ötürmə yoxdur, oyundan kənarı vəziyyət. Inter geriyə indi qapıcı topu yox, ikinci zətdə Halallı qapıcıya. bir nömrəli qapıcı topu qazanır. Ötürmə Yusif istiqamətindən Yusif keçdi. Daha bir zərbə. Cəmilin ötürməsindən sonra Yusif xettirkə imza atır bugünkü oyunda. 3 qolla yadda qalır və bu cür PlayStation sayağı gol sevinci yaşırlar. Şahin, sen bilmirsən? Məhəmməd outdan topu oyuna daxil edir. Daha bir ötürmə Saday burada var. Topu yox, meydandan uzaqlaşdırmağa çalışırdı, amma Inter daha bir hücum qurmağa çalışır. Yusif qapıya zərbə, top toru çöldən silkəlir, amma hakim bildirir ki küncdən top oyuna daxil edilməlidir. Yusif Əhmədli İlham ötürdü zərbə. Daha bir gol. Bu dəfə Ümid İbrahimov 7 nömrəli oyuncu. Kapitan İlhamın ötürməsini dəqiq zərbə ilə tamamlayır. Gəlmə zərbəsindən birbaşa qapı istiqamətində qapıya zərbə. Məhəmmədin zərbəsi idi.
Qapıdan top oyuna daxil ediləcək. İrəliyə. Daha bir. 15 nömrəli futbolçu Muhsin topla irəliyirdi. Inter ötürmə. Zaur 21 nömrəli oyuncu. Zaur və yerdə qalır hakim. Bəli, penalti təyin edir. Daha bir penalti bu dəfə Inter yerinə yetirəcək. İlk hissədə Araz Binə penaltidən qol vurmuşdu. Görək indi Interin heyətində qapıya zərbəni kim indirəcək? Təbii ki, bütün uşaqlar penalti vurmaq istəyirlər. 9 nömrə Timur Qəhrəmanov. Zaur sərə yerdə qalıb və Əli onun ayağa qalxmasında ona öz köməkliyini göstərir. Timur zərbə indirəcək qapıya, topa yaxınlaşır. Qapıya zərbə, topu qapının üstündən vurur. Araz Binə qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya tabi qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Araz Binədə Batrika qarışıq. 10 nömrə Məhəmməd Nəbiyev, Interdən isə Yusif Əhmədli. Atan gətirirdi. Və hörmətli futbol azarkeşlər, yəqin ki, bəli, görüş bitdi. Sağ olun, gələn görüşlərədək. Görüşlərədək. Inter gel tez gel biraz.